alim, oxu insan, oxumaq əmrini vermiş yaradan. Quran öz mənası ilə bu əmri etmiş bəyan, elm insanlara xas vacib əməllərdən biridir. Bir saat elm oxumaq 40 il ibadət kimidir. Cahil, oxumaqdan danışıb ey özünü alim aparan. Oxuyun, əmrini güya bizə əmr etdi Quran. Öz adından danış, amma beləcə satma yalan. Sən təkəvarə, nə də düşüncəsi dar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm. Görülüb, molla bilər, təkcə Quran fəlsəfəsin. Yasda, matəmdə ucaldar ah səsi, vay nəfəsi. İndi hər kəs oxumaqda Quranın tərcüməsin. Çox şükür, mən belə günaha giriftar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm. Nə olsun, kəlmə-i şəhadətimi anlamıram. Gündə 5 dəfə namazdır, namazı ki qılıram. Gəldi mah-ı Ramazan, hətta oruz da tuturam. Tanrıya asi olan bəndə-i biar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm. Gözümə soxma mənim sən elmin silsiləsin. Zay olub ağlı nəcəb, gör nəyə salmış həvəsin. Gözü açsan görəcəksən dünyanın möcüzəsini. Mən səni tək gözü kör, qulağı kar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm. Mənə nə, günəş durub, yerdə ailən ötüşür. Nə bilim, alma ağacdan qırılıb başa düşür. Girir hamamə, bir qışqırıb yaddaşa düşür. Ağlıma qurban olum ki, əqli bimar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm. Mən danışdıqca susursan, güya alimdir adın. Bərəlib gözlərin, amma xanı yoxdur cavabın. Kaş çıxa qarşıma bir gün sənin ali ustadın. O da anlar ki, mən önündə naçar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm. Şeytana uymamışam, şükür günahkar deyiləm.